İmam Sadiq əleyhissalam buyurur, təəccüb edirəm hiləyə düşmüş, şərə düşmüş bir adama ki, Allahın bu ayəsinə pənah gətirmir. Və ufavvidu əmri ilallah innallaha basirun bil ibad. Ufavvidu əmri ilallah. Mən öz işlərimi Allah sənə tapşırıram, sənə həvalə edirəm. İnnallaha basirun bil ibad. Allah öz bəndələrini, öz qullarını daha yaxşı görür. Deyir, sən bu zikirlə Allah'a sığın, nə qədər də sənə hilə eləsələr, gör Allah sonunda nə deyir? Beləliklə onu onların qurduğu hilələrdən və şərdən qurtardıq. Bundan xilas olmaq istəyirsən, hansı zikr eləyəcəksən? Və ufavvizu əmri ilallah. İnnallaha basirun bil ibad.